dad o adamların əlindən ki, zahirən tuta bilmirsən. Düzdür, bəsirətli adamlar görür, amma mən görmüşəm, filan qardaş elə əxlaqlıdır, filan. Ürəyimdə deyirəm ki, valla nə deyim, desəm deyəcəksən ki, elə əxlaqlıdır, elə gülərüzdür, namazları belədir, səcdələri elədir. Hətta adam var, cihadda da gedər, iştirak eləyər, namazı da zahirən səcdədə ağlayar, cihad eləyər, əxlaq gözəl, filan, filan, filan. Bunların hamısı heç biri səni aldatmasın. Bax, gör Allahın dostuna münasibəti necədir. Allahın dostuna münasibəti necədir? Hörmət eləyirsə, bundan qiymət vermək olar. Eləmirsə, bunun bütün əməllərinin içində təkəbbür gizlənir. Əxlaqı təkəbbürdür, cihadı təkəbbürdür, namazı təkəbbürdür, gizli təkəbbür. Ona görə deyir, Əhəbbəllah mən əhəbbə Hüseynən. O gün gördüm, biri bunu da sual altına almışdı bu hədisi. Özünü ilahiyyatçı adlandıran bir dəstə adam çıxıb, hər şey üçün yoxdur. Nə gəldi danışır, kefinə nə düşdü danışır, deyir, bu yoxdur İslamda. Bu hədisi də deyir, hardan çıxdı bu hədis? Hardan Peyğəmbərin dilindən çıxdı? Əhəbbəllah mən əhəbbə Hüseynən. Kim Hüseyni sevsə, Allah onu sevir. Və məntiqi var bu hədisin, bu məntiqindən danışır. Bu sevgi göstəricidir, səcdə yox. Səcdə vacibdir, lazımdır. Səcdənin səmimiliyinin göstəricisi Hüseynə münasibətdir, Əliyə münasibətdir. Görürsünüz ki, ancaq hədəfə alınan mövzu budur. Bunu İslamdan çıxı heç kəsin işi yoxdur.